Hər birinizi salamlayıram dəyərli abituriyentlər. Bugünkü mövzumuz molekulyar kinetik nəzəriyyənin əsas müddəalarıdır. MKN-nin hansı müddəaları var? MKN-nin 3 əsas müddəası var. MKN molekulyar kinetik nəzəriyyənin qısaldılmışdır baş hərfləri. İlk müddəa bütün maddələr zərrəciklərdən təşkil olunmuşdur. Bu nə deməkdir? Biz bilirik ki, bütün maddələr, bütün cisimlər atom və molekullardan təşkil olunmuşdur. İlk müddəada da bunu deyir. Yəni bütün maddələr zərrəciklərdən, atom və molekullardan təşkil olunmuşdur. İkinci müddəası molekullar daim fasiləsiz və nizamsız hərəkətdədirlər. Yəni birinci müddəada deyirik ki, maddələr zərrəciklərdən təşkil olunub, yəni molekul və atomlardan və ikinci müddəaya görə də bu zərrəciklər daim fasiləsiz və nizamsız hərəkətdədirlər. Üçüncü müddəası molekullar, yəni zərrəciklər arasında qarşılıqlı təsir mövcuddur. Bu üç müddəa MKN-nin əsas müddəalarıdır. Diffuziya maddələrin təmasda olan molekullarının bir-birinə qarışması hadisəsidir. Ən geniş yayılmış nümunələrindən biri də ətrin otaqda yayılmasıdır. Ətrin ağzını açanda ətrin molekulları ilə hava molekullarının bir-birinə qarışması hadisəsini deyə bilərik. Qısaca maddələrin təmasda olan molekullarının bir-birinə qarışması hadisəsi diffuziya olur. Diffuziyanın sürəti molekulların konsentrasiyası və temperaturdan asılıdır. Temperatur artdıqda diffuziyanın sürəti də artır. Bu nə deməkdir? Maddələri qızdırdıqda onların molekullar arasındakı məsafə artdığına görə diffuziya daha sürətli getməyə başlayır. Yəni temperatur artdıqda molekullar arası məsafə də artır və bunun nəticəsidir ki, maddənin molekulları ilə havanın molekulları bir-birinə daha rahat qarışa bilir. Diffuziyanın sürəti qazlarda daha böyükdür. Bu, elə az öncə dediyimiz müddəanın nəticəsidir ki, temperaturu artırdıqda molekullar arasında məsafə artdığına görə diffuziya daha rahat gedir. Və qaz molekulları arasındakı məsafə də maye və bərklərə nisbətən daha böyük olduğuna görə diffuziya qazlarda daha sürətli gedir. Diffuziyanın sürəti uyğun olaraq bərklərdə ən kiçik, daha sonra mayələrdə və ən böyük isə qazlarda olur. Brown hərəkəti nədir? Maye və qazlarda asılı halda olan hissəciklərin hərəkətidir. Bu hissəciklərə eyni zamanda Brown hissəcikləri də deyilir. Brown hərəkətinin intensivliyi, yəni Brown hərəkətinin baş vermə müddəti temperaturdan, hissəciklərin, yəni Brown hissəciklərinin ölçüsündən və mayenin qatılıq dərəcəsindən asılıdır. MKN-dəki kəmiyyətləri. Burada var nisbi molekulyar kütlə. Kimya oxuyanlar bu hissələrlə zaten əvvəlcədən tanışdır. Nisbi molekulyar kütlə nədir? Maddənin 1 molunun kütləsinin karbon atomunun kütləsinin 12/1-nə nisbətinə bərabərdir. Bu nisbi atom kütləsidir. Yəni nisbi molekulyar kütləyə nisbi atom kütləsi də deyilir. Və mR ilə işarə olunur. Düsturunda burada yazmışam. M0 maddənin 1 molekulunun kütləsidir və 12/1 M karbonun kütləsinin 12/1-nə nisbətinə bərabərdir. Daha sonra Avogadro sabiti. İstənilən maddənin 1 molunda olan molekulların sayıdır. Və bu da kimyada tanışıq əslində. Bundan N Avogadro sabiti bərabərdir 6,2 vurulsun 10 üstü 23 mol üstü -1-dir. Daha sonra gəlir molyar kütlə. Qazın 1 molunun kütləsinə molyar kütlə deyilir. Bu kəmiyyətlə də biz əslində kimyadan tanışıq. Molyar kütlə böyük M hərfi ilə işarə olunur. Maddənin 1 molunun kütləsinin Avogadro sabitinə olan hasilinə bərabərdir. Yəni, molyar kütlə M bərabərdir M0 vurulsun N-a. Maddə miqdarı. Maddədə olan molekulların sayının Avogadro sabitinə olan nisbətinə deyilir. Nü hərfi ilə işarə olunur. Nü bərabərdir N burada maddədəki molekulların sayı, N-a isə Avogadro sabitdir. Nü'nün, yəni maddə miqdarının vahidi moldur. Maddə miqdarı üçün başqa düsturlar da ala bilərik. Yuxarıda biz molyar kütlə üçün M bərabərdir M0 vurulsun Na düsturunu yazmışdıq. Buradan Na-nı alsaq, böyük M bölünsün M0 alarıq və nü bərabərdir M bölünsün Na düsturundan da Avogadro sabitinin yerinə burada aldığımız düsturu qoysaq, kiçik M bölünsün böyük M düsturunu alarıq. Buradan da görürük ki, maddə miqdarı həm molekulların sayı ilə, həm də maddənin kütləsi ilə düz mütənasib asılıdır. Digər bir kəmiyyətimiz konsentrasiya. Konsentrasiya qazın vahid həcminə düşən molekulların sayıdır və kiçik N hərfi ilə işarə olunur. Düsturu da böyük N bölünsün V. Burada N molekulların sayı, V isə həcmdir.
Qazın sıxlığı. Vahid həcmdəki kütləyə bərabər olan fiziki kəmiyyətə bilir ki, sıxlıq deyilirdi. Bu kəmiyyətlə əslində əvvəlcədən də tanışıq. Rho ilə işarə olunurdu. Rho da bərabərdir M bölünsün V. Burada M-in yerinə yuxarıda yazdığımız düsturu yazsaq, M0 vurulsun N. O da V-nin yerinə də öz düsturunu yazsaq, yəni böyük M bölünsün kiçik N. Konsentrasiyanın düsturuna alınır bu. Yazmışdıq ki, konsentrasiya üçün biz yazmışdıq ki, M bərabərdir böyük M bölünsün V. Buradan V-ni alanda V də bərabərdir M bölünsün N olurdu. Bu həmin düsturu gətirib buradakı V-nin yerinə yazsaq, bu düsturu alarıq. Daha sonra digər bir kəmiyyət temperatur. Temperatur qazın molekullarının istilik hərəkətini, yəni nizamsız hərəkətini xarakterizə edən kəmiyyətdir. Əsasən istifadə olunan 3 temperatur şkalalar vardır. Bunlardan biri bizim bildiyimiz, bizim də istifadə etdiyimiz Celsius temperatur şkalasıdır. 1 dərəcə Celsius vahididə. İkincisi, beynəlxalq sistemdə də temperaturun vahidi kimi götürən Kelvin temperatur şkalası və üçüncü də Fahrenheit temperatur şkalasıdır. Biz bu mövzumuzda Celsius və Kelvin temperatur şkalası haqqında danışacağıq. Bundan sonraki mövzularda da Fahrenheit haqqında daha ətraflı məlumat alarıq. Celsius temperatur və Kelvin arasındakı əlaqə. Buradakı böyük T Kelvin temperaturunu göstərir. Baxın, bu düsturdakı böyük T Kelvin temperaturdur, kiçik T isə Celsius temperaturdur. Celsius temperaturunun üstünə 273 gələndə biz Kelvin temperaturunu alırıq. Bunu məsələlər olaraq da göstərsək, məsəl üçün, birinci suala baxsaq, buradakı 27 Celsius temperatur neçə Kelvindir? 27 Celsius temperatur neçə Kelvindir deyir. Bunu tapmaq üçün biz düsturu yazsaq, böyük T, yəni Kelvin şkalası bərabərdir kiçik T, üstə gəlsin 273. Bizə 27 Celsius verdiyinə görə Celsius şkalasının yerinə 27 yazırıq, yəni kiçik T-nin yerinə 27 yazırıq, üstünə gəlirik 273, o da bərabərdir 300 Kelvin olur. Və ya bunun tərsini soruşa bilərik. 373 Kelvin temperaturu neçə Celsiusdir? Yenə eyni şəkildə düsturu yazırıq, Kelvin bərabərdir Celsius, üstə gəlsin 273 şkala olaraq. İndi buradan Celsius'ni, yəni kiçik T-ni tapsaq, böyük T çıxılsın 273 olur. Böyük T-də bilirik ki, Kelvini göstərir. İndi Kelvinin yerinə 373 verib onu yazarıq, çıxılsın 273 bərabərdir. Deməli, 373 Kelvin bizə 100 Celsius'ni verər. İdeal qazın təzyiqi. MK'nin əsas tənliyi. Burada öyrənəcəyimiz kəmiyyətlərdən biri də orta kinetik enerjidir. Burada kinetik enerjinin ilk düsturu ilə əslində biz tanışıq. Y kinetik bərabərdir mexanikada öyrəndiyimiz mv kvadratı bölünsün 2. Burada da 2də 1 m0 v kvadrat. Yəni m0 v kvadratı bölünsün 2. Bu v-nin üzərində xətt olması bunun orta kvadratik sürət olduğunu göstərir bizə. Burada da v kvadratı orta kvadratik sürətdir. Daha sonra y kinetikin digər bir düsturu y kinetik bərabərdir 2də 3 kt. Bu k Bosman sabitidir, t isə temperaturdur. Bu T temperaturdur, K isə Bosman sabitidir. Bosman sabitinin də qiyməti 1,38 vurulsun 10 üstü -23'dür. Baxın, burada da işarələmişəm V kvadratına. Göstərim. V kvadratı orta kvadratik sürətdir. Bosman sabitinin ifadəsini də dedim. İndi orta kinetik enerji bizim yuxarıda tapdığımız bir molekulun kinetik enerjisidir. İndi isə bizə ümumi qazın kinetik enerjisi lazım olduğuna görə qazdakı ümumi molekulların sayını vururam həmin ifadələrə. Yəni n vurulsun y kinetik yuxarıdakı ifadələrinə. O da bərabər olur 2də 3 kiçik m bölünsün böyük m, n Avogadro vurulsun k vurulsun t. N Avogadro da sabit ədəddir. Burada K da biri Avogadro sabitdir, biri Bosman sabitidir. İki sabitin hasili də bizə yenə sabit ədəd verdiyinə görə bunu da başqa bir sabitlə ifadə edə bilərik. Bu sabit də aşağıda gördüyümüz N vurulsun K bərabərdir R ilə işarə olunur və bu R də universal qaz sabitidir. Universal qaz sabitinin də qiyməti 8,31 Joule bölünsün mol vurulsun Kelvinə bərabərdir. Deməli, universal qaz sabiti nə oldu? Avogadro sabiti və Bosman sabitinin hasili. Daha sonra burada da Na vurulsun K'nın yerinə R'i yazıram. 2də 3 nu R T ifadəsini alıram. Buradakı nu da M bölünsün M'dən alınır da. Bilirik ki, kiçik M bölünsün böyük M bizə nu'nu verir. Yəni maddə miqdarını verir.
Daha sonra ideal qazın təzyiqi üçün digər ifadələr də var. Yuxarıda danışdığımız kinetik enerjidir. İdeal qazın təzyiqi üçün ifadələrə baxaq. Birinci başlayaq 3/1 m0n v kvadrat ifadəsindən. Bu ifadə MK'nin də əsas tənliyi adlanır. Birinci. Buradakı m0 qazın kütləsi, n konsentrasiya və v kvadrat isə orta kvadratik sürətdir. Daha sonra digər düsturlara baxaq. Burada m0 vurulsun v kvadratı bizə kinetik enerjinin 2 mislini verdiyinə görə, çünki bir kinetik enerjinin düsturu nədir? Y kinetik bərabərdir m0 vurulsun v kvadratı bölünsün 2 idi. İndi bizə bölünsün 2'si olmadığına görə bu m0 vurulsun v kvadratının yerinə 2y kinetik yazırıq. O da olur 3/2 n y kinetik. Digər bir ifadə 3/1 rho v kvadratı. Bu rho'nu hardan aldıq? N bilirik ki, yəni konsentrasiyanın düsturu nə idi? Böyük N bölünsün V, düzdürmü? Bunu gətirib indi yerinə yazsaq, burada olur ki, gəlin buradan yazım. 3/1 m0, n'in yerinə n bölünsün V yazıram, vurulsun V kvadrat, düzdürmü? İndi bu m0 vurulsun n mənə böyük m verir, düzdürmü? Daha doğrusu bu m0 bir molekulun kütləsi idi. İndi mənə qazın ümumi kütləsini verir bu. 3/1 m bölünsün v vurulsun v kvadrat olur. M bölünsün v də bilirəm ki, mənə rho-nu verir. Ona görə də 3/1 rho v kvadrat alınır. Daha sonra digər bir ifadə nkt ifadəsidir və daha sonra da rho rt bölünsün m ifadəsi gəlir. Bunların çıxarışını da özünüz digər düsturlara baxaraq ala bilərsiniz. Daha sonra gəlir orta kvadratik sürət. Orta kvadratik sürət dediyimiz kimi bu 3/1 m0 v kvadratı üstündə xətt varsa eğer bu orta kvadratik sürətdir. Bütün bu düsturların hamısı kinetik enerjinin və yaxud da bu təzyiqin ifadələrindən çıxır. Təzyiqdə bu məsəl üçün buradan v kvadratını ala bilərik, buradan v kvadratını ala bilərik, yuxarıda kinetik enerjinin düsturlarından v kvadratını ala bilərik. Burada ona görə v bərabər 2y kinetik bölünsün m0 onlardır. Bu da səhv eləmirəmsə. V bərabər 2y kinetik bölünsün m0. Daha sonra bu düsturdan alınıb 3p bölünsün rho. Hamısı da kök altında. Çünki sürət kvadrat olduğuna görə onun kökünün altına salıb özünü tapırıq. Daha sonra 3kt bölünsün m0. Daha sonra da 3rt bölünsün böyük m. Qıraqda da yazmışam. Bütün düsturlar təzyiqin düsturlarından və kinetik enerjinin düsturlarından alınır. Kinetik enerjini burada yazmağı unutmuşam. Oradan da ala bilərsiniz. Daha sonra refleksiya tapşırıqda təzyiqin düsturlarından orta kvadratik sürətin düsturlarının alınmasını dəftərinizdə yazın. Bunu dəftərinizdə yazın ki, daha yaxşı yadınızda qalsın. Sağ olun, salamat qalın.